O ki, qaldı bu seyidlik məsələsi, birinci reallıq ondan ibarətdir ki, bizim xalqımız bu ənənəni formalaşdırıbdır. Bu Səfəvilər dövründən sonra əsasən formalaşıbdır. Seyidlik institutu deyək, seyidlik ənənəsi mi deyək, inanc və bu da bir qədər xurafatlar, mövhumatların qatışması nəticəsində sanki din bundan ibarətmiş kimi dinin özüllərinə, sütunlarına, əsaslarına daxil olubdur. Bir çox bizim avam insanlarımız bəlkə də seyidləri Allahdan üstün hesab edir. Yəni, elə inancda olan adamlar var. Yəni, əstağfurullah, Allahın ünvanına bir söz deyəsən xətrinə dəymez, amma hansısa seyidə bir xoş söz, naxoş deyəsən adamı bəlkə də neynəyər. Yəni, bu şeyləri gəlin biz aydınlaşdıraq, görək bu nədir? Bunun mənbəyi bizim İslam dinimizdirmi? Yoxsa bu kim bunu bu hala salıbdır? Söhbət dindən gedirsə, Qurandan gedirsə, İslam dininin bir mənalı ilk mənbəyi Quran-ı Kərimdir. Quran-ı Kərimdə, Quranın özündə Allah deyir ki, hələ bir bunu qoyaq qırağa, hədisi, onun təfsirini, bunun tərcüməsini qoyaq qırağa. Ümumi hamının qəbul etdiyi bir meyar var ki, Quranda Allah buyurur ki, mən Quranı və mizanı indirdim sizə. Mizan nədir? Bizim dildə də işlənir. Bəli. Meyar, ölçü, tərəzi, məntiq, ağıl. Deyir, fikirləşmirsinizmi? Dəviyə baxmırsınız nətər yaradılıb, dağa baxmırsınız necə kəldilib. Yəni bir ağlınızı işlədin. Da düşün, hamıya kitab gəlməyib ki, Çinə kitab nazir olmayıb ki. Təbii ki. Düşünün, indi burada nədir? Söhbət mövzu seyidlərdən gedirsə, Bəqərə surəsinin sonuncu ayələrində bir yer var. Deyir ki, Lən nüfərriqu beynə əhədi min rusuli. Biz, Allah Teala buyurur, rəsullar arasında, peyğəmbərlər arasında heç bir fərq qoymadıq. Yəni, İslam dininin bir özəlliyi də ondan ibarətdir ki, insanlar arasında bərabərliyi tərənnüm edir. Və bu bərabərliyi də birinci kim göstərməlidir? O gələn peyğəmbərlər. Da peyğəmbər öz qohum əqrəbasını üstün tutub, mənəmlik eləyəcəksə, bunu bir xüsusi seçilmiş bir tayfa kimi gündəmə gətirəcəksə, bu hansı bərabərliyi cəmaata tərənnüm eləyə bilər ki, ay cəmaat, siz qohumbazlıq eləməyin, yerlibazlıq eləməyin, məsələn, bu cür gedir. Bu bir tərəf. İkincisi də Allahın sözünü mən deyirəm, bu da öz fikrim deyil bu. Lən nüfərriqu beynə əhədin min rusuli. Biz peyğəmbərlər arasında heç bir fərq qoymadıq. Demək, nə qədər peyğəmbər tanıyırıq? Adəm, Nuh, Lut və s. İbrahim, Musa, İshak, onda bunların da soyu seyiddirsə də, indiki bu ənənəvi təbirlə deyək, onda nə bilim mən, bütün bəşəriyyət bizim inancımıza görə Adəmdən törüyüb. Yəni, hamımızın cəddimiz Adəmdir. Bizim cəddimiz, erməninin də, gürcünün də, yaponun da, zəncinin, bütün də hamının kökü cəddi bir yerə gelib çıxır. Onda hamı seyiddirmi? Fazil müəllim. Yox, hamı seyiddirmi? Qoy, fikrimi tamamı xahiş edirəm. Deyirəm, yəni buradadır mı, eşidirmi? Bəli. Yəni, məsələ ondan ibarətdir ki, bax, bu bir tərəfi. Amma o ki, qaldı, yoldaşın dediyi Əhl-i Beytin sevilməsi məsələsi, onu bununla qarşıdırmaq lazım deyil. Elə qələmə verilmiş kimi çıxdı ki, sanki biz ümumiyyətlə pirlərin ləğv olunmasını istəyir və yaxud da Peyğəmbərin ailəsinə sevgi, məhəbbətin qarşısını almağa biz can atırıq. Və bu daşqaya düzəltməklə də, bunları ilahiləşdirməklə də bir qism insan da bunları müdafiə eləmək istəyir. Xeyr, bu tamam yanlışdır. Əksinə, o cür şeylərlə dini hörmətdən salıblar, necə deyərlər, bidətləşdiriblər, ilahiləşdiriblər o müəyyən insanları gətirib və bu düzgün bir yerə gəlib çıxmayıb. Bugün bilirsinizmi, Quranın dediklərindən tamamilə insanlar ayrı düşübdür. Təsəvvür eləyin ki, din nə deyir, dinin əsasları nədən ibarətdir? Seyidlik, harab, bu da var, demirəm, bunu da izah eləyəcəyik. Amma bu 140-150-ci məsələdir. Əsas bir dinin əsasları var, kökü var, Quranın əqidəsi var, bunun bir kəlam elmi var, bu necə deyərlər, fiqhi var, bunun başqa tərəfləri var. Biz bunları qoymuşuq bir qırağa, gedib 140-155-ci məsələdən danışırıq ki, haradasa Peyğəmbərin soyundan bir nəfər vəfat edib. Onun məzarının üstündə biz nə eləməliyik, ya nə eləməli deyilik. Hörmət olunmalıdır, şübhəsiz ki, bunların indi sənədləri var, yoxdur, bunlar dəqiq burada dəfn olunub, bilinmir, bu başqa məsələdir, bu tədqiqat işidir. Amma hər halda xalqımızın inancı, indi elə yerlər var, gedib bir ağaca qara da bağlayırlar. Ona təbii ki, biz deyirik ki, bu xurafatdır, düzgün deyil. Amma dağdan asmaq lazım deyil ki, biz bunu tənqid edirik, düzdür. Krishna dininə görə inək müqəddəs hesab olunur və insanın 7 anasından biridir. İndi durub biz daşqalaq eləməliyik ki, bunlar inəyi... Yox, məsələn, indi bəs niyə onda seyidlərlə bağlı da biz İslam dininin mövqeyini deyirik ki, bu olmaz, bu düzgün deyil. Fazil müəllim bunu bilmir. Fazil müəllim məzhəb yönündən yanaşır dinə. Deyir, əl öpmək də yaxşıdır, amma Elşad Miri deyir, öpməyin əlləri. Elçin müəllim, üzr istəyirəm, İslamda 855-dən çox təriqət və məzhəb var, mən bunların bir 10 ilə yaxında araşdırmasını aparmış adamam. Yəni, onların hərəsinə görə bir adam ora çıxarsa, hərəsi öz bildiyini danışacaq. Biri deyəcək, bu tanrıdır, biri deyəcək, ona sitayiş eləmək lazım, biri bu qarşılayacaq bir-birinə. Amma biz, mən elə düşünürəm ki, burada obyektiv şəkildə bu məzhəblərin hamısının baxışlarını da nəzərə alırıq və Quranı da əsas meyar tuturuq.
və baxırıq, nəzər edirik ki, yaxşı mən Quranın Allahın ayəsini dedim. La nufərriqu beynə əhədin min rusuli. 124 min peyğəmbər var. Bunun soyu nəsl hamısı müqəddəsdir. Hərəsinə bir gün doğum günü, vəfat günü versək, ilin 365 günü çəkməyəcək. Və bunu nətər eləyək ki, bunlara mövlud keçirək biz? Və bu iddiada olanlardan biri, məsələn, üzr istəyirəm Tural, sözünü kəsdim. Məsələn, İbn Nablusi var idi. Fatimilər tərəfindən 974-cü ildə dərisi soyularaq diri-diri, məsələn, qətlə yetirilir. Ki, nə var, bizə zid fikirdə olur. Fazil müəllim. Yəni ki, mən Tural müəllimə təşəkkür edirəm çıxışına görə. Bu